7 mart 2026-cı il gecə saat 23:50 İran Azərbaycana qarşı şərə, böhtana və təxribata və təhdidə başlayıb. Diqqətlə qulaq asın. Oxuyuram. İran Dövlət Televiziyasının Telegram kanalı yazır. İran İslam Respublikasının Silahlı Qüvvələri bölgədəki Amerikalı və Siyonist təcavüzkarlarla geniş miqyaslı döyüşlərdə iştirak etməsinə baxmayaraq, hər tərəfli səylərlə dost, qonşu və müsəlman ölkələrinin milli təhlükəsizliyinə və mənafələrinə heç bir zərər gəlməməsinə çalışıb. İranın qonşusu olan Azərbaycan Respublikasına bir müsəlman ölkəsi olaraq elan edirik ki, bölgədəki qeyri-sabitliyin genişlənməsinin qarşısını almaq üçün siyonistləri Azərbaycandan çıxarsınlar və öz xalqının, eləcə də İslam İranının təhlükəsizliyini təhlükəyə atmasınlar. Üstəlik, İran Silahlı Qüvvələrinin rəhbəri Xatəm Əl-Ənbiya açıqlama verib. Biraz öncə o deyib, Azərbaycan siyonistləri və onların aktivlərini dərhal öz ərazisindən çıxarmalıdır. Əks halda onlar İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcəkdir. İran Azərbaycana qarşı etdiyi bu təhdidlərə görə mütləq, amma mütləq cavab verəcək.